Salam aleykum dəyərli izləyicilər. Bugün Balakən rayonu Tülü kəndində sizə belə bir yaşayış evi və həyətyanı torpaq sahəsini təqdim etmək istəyirəm. Gördüyünüz həyətyanı torpaq sahəsi 10 sotuqdan ibarətdir. 4 tərəfi şifir hasarla hasarlanıb, bağlı hər tərəfi və içərisində belə yaşayış evi satışa çıxarılıb. Həyətdə belə bir ayaq yolusu kubikdən inşa olunub və belə kraskalanıb hazır vəziyyətdə və arxa tərəfində toyuq-cücə baxmaq üçün hin düzəlilib. Və bundan başqa həyətdə belə su anbarı, su saxlamaq üçün və yanında çəni evə suyun verilməsi üçün və kubikdən inşa edilmiş tikili yaşayış evi 2014-cü ildə inşa olunub sahibinin dediyinə görə və həyətdə belə bir gözəl müxtəlif növ ağaclar ərsəyə gətirilib. 4 tərəfi qeyd elədiyim kimi bağlı belə bir yurtdur. Balakən rayonunun Tülü kəndində köhnə məktəbə yaxın bir ərazidə. Bura gələn yol asfalt yoldur. Yəni birbaşa asfalt yolun üzərindən, yəni əmlakın yerləşdiyi yerə gələ bilirik. Dəyərli izləyicilər, indi evin təqdimatını etmək istəyirəm. Birinci alt mərtəbədən başlayıram. Gördüyünüz bura qaraj hissəsidir. Divarları şkaturka olunmayıb hələ ki. Poluna beton tökülməyib. Yəni poluna beton tökülüb, divarları şkaturka olduqda, yəni bura dəmir qapılarını yerləşdirib, yəni hazır qarajdır və digər tərəfdə də yəni başqa məqsəd üçün istifadə etməyə belə bir alt mərtəbəsi var. Buranı yayda, yəni oturmaq üçün də istifadə etmək mümkündür. Keçirik evin daxilinə. Belə bir girişdə seyfovi qapıları və içəridə belə müvəqqəti pilləkənləri var. Pilləkəni qalxdıq. Burada bir balaca dəhlizi, yəni şam materialından vurulan polu döşəməsi və tavanı da taxta materialından işlənibdir. Və dəhlizdən keçirik sol tərəfdə belə bir yaşayış otağı. Gördüyünüz kimi emusiya vurulub. İçərisində belə bir divanı, kreslosu, əşyaları. Yəni yaşamaq üçün hazır otaqdır. Evin qazı çəkilib, işığı çəkilib, yəni işlək vəziyyətdədir. Və digər otağa keçirik. Bu otağın döşəməsi taxta materialından vurulub və tavanı faneldir. Divarları şkaturka olunmayıb. Yəni bura mətbəx üçün nəzərdə tutulub. Və dəhlizin baş tərəfində sanuzel otağı, deməli divarları kafellənib, döşəməsi
Kafel vurulub və hazır vəziyyətdədir. Rakovenası, unitazı qaranlıq olduğuna görə yaxşı görsənmir. Və buradan keçirik dəhlizdən digər otaqlara və yenə belə bir yataq otağı. Burada hazır vəziyyətdə yaşamaq üçün belə bir gördüyünüz kimi pəncərədən birbaşa yol görsənir. Gördüyünüz kimi belə asfalt yolu var. Köhnə məktəbin yanından çıxır. Və keçirik digər otağa. Və belə bir otağı hələ tam hazır deyil. Pəncərələri salınıb. Pulu, tavanı hələ hazır deyil. Belə bir yaşayış evimiz 2014-cü ildə tikilmiş yaşayış evi satışa çıxarılıb. 3 yaşayış otağı, mətbəx və hamamdan ibarətdir. Dəyərli izləyicilər, belə bir əmlaka sahib olmaq istəyən hər kəs bizimlə əlaqə saxlayıb ətraflı məlumat əldə edə bilər. Belə yaşayış evindən, həyətyanı torpaq sahəsindən ibarət belə bir əmlaka sahib olmaq istəyən bizimlə əlaqə saxlasın. Videoları bəyənib kanalımıza abunə olmağı unutmayın. Dinləyinizə görə sağ olun, sağlıqla qalın. Ən axırda bir də qeyd etmək istəyirəm ki, yəni əmlak tam kupçalı, sənədli bir yerdir. Dəyərli izləyicilər, əmlakın qiyməti videonun aşağısında göstəriləcəkdir. Bir daha dinlədiyinizə görə sağ olun, sağlıqla qalın.